Salam dəyərli izləyicilərim, mətbəximə xoş gəlmisiniz. Bugün mən sizinlə qış tədarükü silsiləsindən yeni bir video bölüşmək istəyirəm. Bu alma cemidir və ya daha dəqiq desək, alma pavidlası. Alma pavidlası deyirəm çünki gördüyünüz kimi qatıdır. Çünki əsasən bulkaların içliyi üçün istifadə etməyəm. Daha gözəl olur və gördüyünüz kimi qatı olmasına baxmayaraq çörəyin üzərinə də çox gözəl bir şəkildə yaxılır. Bilirsiniz, payız mövsümündəyik və almanın bol yetişən vaxtıdır. Qiymətlər də çox münasibdir. Ona görə də sizlər də mütləq alın və hazırlayın. Məmnun qalacağınızdan əminəm. Və qazanda da olan görüntüsünü göstərmək istəyirəm sizə. Gördüyünüz kimi bu cür çox gözəl bir şəkildə alınır pavidlamız. Keçək hazırlanmasına. Öncə almaları bol suda yaxşı-yaxşı yuyuram. Ardınca qabığını və artıq hissələrini çıxardıram. Qabığını yaxşı-yaxşı təmizləyirəm. Daha gözəl pavidla əldə etmək üçün mütləq qabığını təmizləmək lazımdır. Və almaların içərisindən tumunu da təmizləyirəm və bir qazana yığıram. Əvvəlcə qabığını təmizlədikdən sonra, tumundan təmizlədikdən sonra təmiz çəkisini çəkirik. Mən burada təmiz çəki, yəni qabığından təmizləndikdən sonra 3 kilo 300 meyvəm qaldı. Qazana əlavə edirəm və bu qədər meyvəyə mən 1 stəkan su əlavə edirəm. Yəni hardasa kiloya stəkanın 3də 1-i qədər, yarısından aşağı lazımdır əlavə etmək suyu. Əlavə edirik və orta dərəcədə qazın xodunu veririk və qoyuruq bişməyə. Alt-üst qarışdırırıq. Yəni suyu əlavə edirik ona görə ki, ilkin olaraq yanmasın qazanımız. Çünki meyvələr əzildikcə, bişdikcə öz suyunu salana qədər mütləq o suyu əlavə etməliyik. Artıq meyvələr öz suyunu salmağa başladı və bu məqamda biz blenderlə meyvələri əzirik. Cemin içərisini tamamilə eyni qalsın deyə, yəni içində potluqlar olmasın deyə bu cür blenderdan keçirmək daha məsləhətlidir. Yox, blenderınız yoxdursa, biraz bişirəndən sonra aş süzəndən və ya süzgəcdən də keçirdə bilərsiniz. Mən blenderla yaxşı-yaxşı hər tərəfini eyni qaydada demək əzirəm. Və gördüyünüz kimi bu konsistensiyada olur. Demək cemimiz blenderdan keçirdikdən sonra. Açıq rəngdən gördüyünüz kimi bir balaca tünd rəngə keçir. Keçdikdən sonra isə artıq şəkər tozumuzu əlavə edə bilərik. Bura qədər ona görə əlavə etmədik ki, gözəl bir şəkildə əzilsin meyvələrimiz, gözəl bir şəkildə bişsin, qazanımızın həm də dibinə yapışmasın. Şəkər tozu bilirsiniz ki, yapışdırır. Bu məqamdan sonra artıq şəkər tozumuzu əlavə edə bilərik. Əlavə edirik, qarışdırırıq. Unutmamış onu da qeyd edim ki, 1 kilo təmizlənmiş, təmiz halda meyvəyə 700 qram şəkər tozu əlavə edirəm mən. Və artıq bu məqamdan sonra cemimiz qazanın dibinə həm yapışmasın deyə, həm də sıçramasın, daha çox sıçramasın deyə qazımızın xodunu vama qədər indiririk. Düzdür, bir qədər uzun çəkəcək bişməsi, amma bu zaman cemimiz həm yapışmayacaq qazana, həm də sıçrayıb özümüzü yandırmayacaq. Və qarışdırırıq mütəmadi dayanmadan ki, dibi tutmasın. Artıq rəngi tamamilə tündləşdi. Və duruluğundan əsla çəkinməyin. Çünki əgər gözləsəniz ki, isti olan bir şəkildə qatılaşacaq, xeyr. Çünki həmin o qatılığı soyuyandan sonra əldə edəcəyik. Gördüyünüz kimi bu hissələr qarışdırdıqca qıraqlarında gördüyünüz kimi bu hissələr artıq bərkimə başlayıbsa, deməli cemimiz artıq hazır olur.
Çünki isti olan halda cemimiz əsla bərkiməyəcək, duru olacaq. Cemimiz demək olar ki hazırdır. Göstərdiyim bu şəkildə qaşıqla tökürük, özlü bir şəkildə axır. Qaşıqda qalaraq fikir verirsiniz, tam bir şəkildə axmır. Deməli, cemimiz hazırdır. Yəni pavidlomuz hazırdır. Tamamilə axmır qaşıqdan. Elə bu məqamda ocaqdan götürürük cemimizi. Və mən dərhal, yəni isti-isti yığmıram bankalara, qoyuram, tam soyuyur. Bunu mürəbbələrdə də edirəm. İsti-isti yığmaq olar, lakin əziyyətdir, əlinizi yandırarsınız, lazım deyil. Tam soyuduqdan sonra cemi steril dediyim əvvəldən yuyuram, quruduram bankaları, təmiz, içində su qalmamalıdır və yığıram. Ağzına da təzə qapıqlar bağlayıram. 1 ildə qalır, 2 ildə qalır, heç nə olmur. Bu da bir balaca ilıq olanda tam soyumamış halıdır. Gördüyünüz kimi artıq bərkiməyə başlayır. Hardasa bir gün saxlayıram qazanda, tam soyuduqdan sonra bankalara yığıram. Etap-etap sizlərə göstərmək istəyirəm və bu da səhərsi gün tam soyuduqdan sonra çəkdiyim hissə. Bu cür nəticə əldə edirik. Çox gözəl alınır, ləzzətli alınır. Həm səhər yeməklərində nuş edə bilərsiniz, həm şirniyyatlarınızda istifadə edə bilərsiniz. Piroqlarda, bulkalarda və s. Videomu bəyəndinizsə like düyməsinə basın. Videomu paylaşaraq kanalıma dəstək olun və videomu itirməmək üçün kaydet butonuna toxunun və video listlərinizə əlavə edin videomu. Belə Rəbbim hər birinizin ocağına bol ruzi bərəkət bəxş etsin. Bişirin, düşürün, sizlər də nuş edin. Can sağlığı arzulayıram hər birinizə. Hələlik yeni videolarımda görüşmək ümidi ilə salamat qalın.